Prezident İlham Əliyev Ada Universitetində keçirilən Yeni Dünya Nizamına Doğru mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə də toxundu. Dövlət başçısı qeyd etdi ki, bugün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarılmalıdırlar. Dünyaya real gözlə baxmalıdırlar. Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyirlər. Müzakirə mövzumuz elə budur. Bu və digər mövzuları müzakirə edirik. Qonağı millət vəkili Cavanşir Feyziyevdir. Cavanşir müəllim, salam, xoş gəlmişsiniz. Salam, xoş gördük. Cavanşir müəllim, gəlin elə Avropa Komissiyasının ikili standartlarından başlayaq ki, Prezident İlham Əliyev ötən günkü çıxışı zamanı da universitetindəki forumda bax bu məqama da toxundu, o vurğuladı ki, Cənubi Qafqazda sevimli və yaxud da sevmədiyi ölkə olmamalıdır. Onlar üçün sevimli görünən odur ki, təkcə Ermənistan da hazır ki vəziyyətdə. Çünki digər iki ölkə öz müstəqilliyi yolunda gedir və heç kimin diktəsi ilə oturub durmur. İstərdim bax bu haqda danışaq. Necə düşünürsünüz? Qərb dünyasının təbii ki hamısına aid etmirik, amma biz bilirik kimdən danışırıq, kimlərdən danışırıq. O Fransa kimi digər strukturlardakı dırnaqarası ictimai şəxslərin Azərbaycana olan qərəzi niyə bitmək bilmir hələ də? Hələ əgər bir qurum tərəfindən, xüsusilə beynəlxalq bir qurum tərəfindən, bu halda Avropa İttifaqından söhbət gedir, bir ittifaq dövlət tərəfindən, hansısa bölgədə yerləşən dövlətlər arasında ayrı seçkilik varsa, bunun mütləq səbəbi var. Səbəb də qismən siz öz sualınızda bildirdiniz, artıq dediniz ki, Azərbaycan və Gürcüstan öz müstəqillik yolu ilə davam edir. Yəni, öz müstəqillik yolunu başlamayan dövlət, yeganə dövlət bölgəmizdə Ermənistandır və bu bölgədən kənar qüvvələr üçün sərf edir. Çünki hər bir güclü dövlət və yaxud hər bir güc mərkəzi dünyanın müxtəlif bölgələrində təsir gücünə malik olmağa çalışırlar və o cümlədən Avropa İttifaqı. Avropa İttifaqı da Amerika Birləşmiş Ştatları kimi, Çin kimi, Rusiya kimi, İran kimi, Türkiyə kimi, Braziliya kimi özünün təsir dairəsini genişləndirməyə çalışır və bu təsir dairəsini genişləndirmək planında Cənubi Qafqaz ən əhəmiyyətli bölgələrdən biridir. Bir halda ki, Cənubi Qafqaz qərblə şərqi birləşmə qovşağında yerləşir. O yüzden Cənubi Qafqazda bütün güc mərkəzləri öz siyasətini yeritməyə cəhd edirlər və bu siyasəti yeritmək üçün həmin bölgədə öz siyasəti olmayan, özünün müstəqil siyasəti olmayan bir dövlət lazımdır və bu da Ermənistandır bizim halda. Və ona görə onlar Ermənistanı daha çox sevməlidirlər, çünki Ermənistan vasitəsilə onlar bölgəyə öz təsirini yaymaq niyyəti güdürlər. O ki, qaldı Avropa Komissiyası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərə ümumiyyətlə bütövlükdə götürəndə Avropa Komissiyası ilə, yəni Avropa İttifaqının hökumət orqanı ilə Azərbaycan arasındakı münasibətlər heç də pis deyil. Və bu, bütün tarix boyda Avropa İttifaqı yarandığından bu günə qədər əsasən müsbət dinamika üzrə inkişaf edib. Lakin Avropada qurumlar çoxdur. Siz birini sadəcə adını çəkdiniz, Avropa Komissiyası, bu Avropa İttifaqının hökumət orqanıdır. Amma Avropa Parlamenti var, Avropa Şurası var, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurası var və s. Bütün bu təşkilatlarda Avropa ölkələrinin hamısı təmsil olunur. Və ona görə də Avropa İttifaqına daxil olan ölkələr arasında bizimlə, Gürcüstanla, Ermənistanla münasibətləri fərqli olan dövlətlər də var. Və onların içərisində siz də adını çəkdiniz, Fransa, İsveç, Norveç və bu kimi Yunanistan, Kipr Respublikası, bu kimi ölkələr əlbəttə Azərbaycana xüsusi qərəzi və Ermənistana xüsusi məhəbbəti ilə seçilirlər. Və onlar adətən Avropa qurumlarını Azərbaycana, Türkiyəyə, indi son vaxtlar artıq Gürcüstana qarşı Avropa İttifaqını istiqamətləndirməyə çalışırlar. Əgər fikir versiniz, Avropa Parlamentində Azərbaycana qarşı qaldırılan, açılan müzakirələrin hamısı
Fransa, İsveç, Norveç, Yunanistan, Kipr tərəfindən təşəbbüs göstərilir. Bu şəkildə baş verir. Amma əlbəttə Avropa İttifaqı tək onlardan ibarət deyil. 27 üzv ölkə var və 27 üzv ölkənin 10-u ən azı bizimlə strateji tərəfdaşdır və digərləri ilə də Azərbaycanın çox yaxşı münasibətləri var. Azərbaycanın 30 ildə qurduğu siyasət, qurduğu əməkdaşlıq artıq elə bir diapazona yayılmışdır ki, Avropa İttifaqının əksər ölkələrini əhatə edir və Avropa İttifaqı bütövlükdə Azərbaycanla münasibətləri daim inkişaf etdirmək marağındadır. Amma əlbəttə Avropa İttifaqının struktur qurumları da bəzən bu ölkələrin, bu dövlətlərin siyasətinin təsiri altına düşə bilir. Məsələn, Avropa İttifaqı ilə Ermənistan və Amerika Birləşmiş Ştatları arasında keçən ilin aprelin 5-də keçirilən görüş məhz bu təsirin nəticəsidir. Güya 20-ci il müharibəsindən daha çox təsirlənmiş ölkə kimi Ermənistana yardım etmək kimi planlar irəli sürülür. NATO da var idi orada. Bəli, orada şübhəsiz Amerika Birləşmiş Ştatları orada varsa demək NATO da oradadır. Amma görürsünüz bunun da nəticəsi olmadı. Nəyin müqabilində, nəyin nəticəsində Azərbaycan dövləti tərəfindən aparılan dəqiq, ölçülmüş, biçilmiş siyasətin nəticəsində. Baxın, bu son 30 ildə biz dövlət olaraq, müstəqil dövlət kimi hansı təhlükələri dəf etmişik? Avropa İttifaqı kimi böyük bir qurum, Amerika Birləşmiş Ştatları kimi güclü bir dövlət, Rusiya kimi güclü bir dövlət. Bunlar hamısı, hələ demirəm, daha xırda güclər, İran və s. Bunlar hamısı Ermənistanla bəlkə bütün müddət ərzində, bəlkə ayrı-ayrı epizodlarda, zamanlarda müttəfiq olaraq Azərbaycana qarşı hərəkətə keçiblər, Azərbaycana təzyiq göstəriblər. Amma Azərbaycan bütün bunların qarşısında dayanıb və siyasətini elə qurub ki, heç bir itki vermədən bu qərəzdən yaxa qutara bilmişik. Ona görə bütün bu təcrübə onu göstərir ki, bütün müstəqil dövlət olaraq dünya siyasi arenasında sağ qalmağın və mübarizə aparmağın yeganə yolu məhz hər bir dövlətin özünün müstəqil siyasətinin olmasıdır, öz milli maraqlarına söykənən siyasətinin olmasıdır. Və biz Azərbaycanın timsalında bunu görürük və bunu nəinki biz görürük. Elə dünən Azərbaycanda keçirilən beynəlxalq forumda da bütün ölkələrdən gəlmiş ekspertlər də bunu etiraf edirlər ki, Azərbaycanın apardığı siyasət doğrudan da sırf müstəqil siyasətdir, Azərbaycanın maraqlarına xidmət edən siyasətdir və bu siyasət heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Əksinə, Azərbaycan bütün dünyaya açıq olduğunu, bütün dünya ilə hər zaman əməkdaşlığa hazır olduğunu bəyan edib dəfələrlə. Və təkcə bəyan etməyib, həm də bu istiqamətdə çox işlər görüb və bu işlər barəsində cənab Prezident dünənki forumda da kifayət qədər geniş məlumat verdi. Bütün nəqliyyat tranzit kommunikasiyalarının layihələrinin həyata keçirilməsi, yəni Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər əsasında baş tutmuş layihələr əslində təkcə Azərbaycana xidmət eləmir. Birinci növbədə regionun və dünyanın birinci növbədə öz bölgəmizə və daha sonra Avrasiya miqyasında bütün ölkələr arasında əməkdaşlığın inkişafına yönəlib. Bizim açdığımız bütün yollar, şimal, cənub, şərq, qərb, Bakı dəniz limanı, neft-qaz kəmərləri, bütün bunlar bütün Avrasiyaya xidmət edir. Cavanşir müəllim, bir məqamın üzərində dayanmağınızı istəyərəm. Bəlkə biraz daha təhlilli yanaşmalıyıq buna, izləyicilərimizin diqqətinə daha aydın çatdırmalıyıq. Nəyi? Prezident İlham Əliyevin fərqli istiqamətlərdə verilən suallara konkret cavabları var idi. Heç bir sualdan yayınmadı. Və suallara cavab verərkən belə biz Azərbaycan siyasətinin bu vaxt ərzində dəyişmədiyini gördük. Necə ki, Prezident İlham Əliyev vurğulayırdı ki, sözümüz imzamızdır. Yeri gəlmişkən, Almanya prezidenti Steinmeier Azərbaycana səfər etmişdi aprelin 2-də və orada ona ünvanlanan, cənab prezidentə ünvanlanan sualda o vurğuladı ki, biz yeni heç nə demirik.
biz elə dediklərimizin üzərində dayanırıq. Biz bax bu forumdakı çıxışda da onu gördük. Yəni Azərbaycanın və Azərbaycanın liderinin mövqeyi qətidir və dəyişməzdir. Bax bunun nəticəsini biz ümumiyyətlə proseslərdə, xarici siyasətdə görürük, o öz yerində, amma forumda iştirak edən ümumiyyətlə nümayəndə heyətləri və fərqli ölkələrdən idi onlar. 44-dən çox ölkədən gəlmişdilər. Onlar da necə düşünürsünüz? Gördülərmi bunu? Və bir çoxları artıq etiraf edirdi danışıqlarında. Əlbəttə, birincisi bu 7-ci forumdur ki, keçirilir Azərbaycanda və hər dəfə çoxsaylı ölkələrdən siyasi təhlilçilər, ekspertlər, diplomatlar qatılırlar və bu dəfə də 44 ölkədən 80 nəfər qatılmışdı və bütün bunlar Azərbaycanın siyasəti haqqında səhih, dəqiq məlumatın bütün dünya miqyasında yayılmasına xidmət edir və sizin də qeyd etdiyiniz kimi də oradan da Azərbaycan prezidenti bütün suallara cavabında birbaşadır. Yəni o birbaşa dəqiq, düzgün, açıq, aşkar şəkildə cavablarını verir. Heç vaxt iki mənalı cavab vermir heç bir suala və əgər fikir versəniz, ən həssas suallara belə konkret Azərbaycanın mövqeyi baxımından açıq şəkildə çıxışını bildirdi. O cümlədən Rusiya-Ukrayna müharibəsinə münasibətdə, o cümlədən İran-Azərbaycan münasibətlərinə dair, Amerika-Azərbaycan münasibətlərinə dair, Ermənistan-Azərbaycan, Türkiyə-İsrail münasibətlərinə bəli, Türkiyə-İsrail münasibətlərinə dair. Yəni həmişə Azərbaycanın apardığı siyasət açıq olub. Yəni, baxın, Fransa 30 il ərzində güya Minsk qrupunun həmsədri kimi münaqişənin həll edilməsində maraqlı olduğunu söyləsə də, atdığı addımlar, etdiyi hərəkətlər bunun əksi olub. Amma Azərbaycan heç vaxt dediyi sözdən başqa bir əməl həyata keçirməyib. Ona görə nəinki bütün Azərbaycanda, bütün dünyada siyasi ekspertlər, diplomatlar İlham Əliyevin dediyi sözlərə inanır və nəinki bütün dünyada, o cümlədən bizi özünə düşmən hesab edən Ermənistanda əhali daha çox Azərbaycan prezidentinə qulaq asır, daha çox Azərbaycan prezidentinin dediyi sözlərə inanır, nəinki özlərinin hökumət başçıları və ya özlərinin siyasətçilərinin dediyinə. Mən dəfələrlə erməni telekanallarında və erməni mətbuatında oxumuşam, görmüşəm, şahidi olmuşam ki, ermənilər sadə ermənilərdən sorğu keçirilən zaman onlar deyirlər ki, İlham Əliyevə qulaq asmaq lazımdır. O nə deyirsə o olacaq. Yəni bizim hökumət yalan danışır. Ona görə artıq Azərbaycanın və Azərbaycan timsalında İlham Əliyevin imici dünya miqyasında o şəkildə formalaşıb ki, Prezident İlham Əliyev birincisi dediyini eləyəcək, ikincisi Prezident İlham Əliyev nə şəkildə deyirsə, Azərbaycanın mövqeyi doğrudan da budur və bu sözlərin arxasında ikinci bir məna axtarmağa ehtiyac yoxdur. Mən istərdim elə bu məqamda bizim Türk dünyası ilə olan münasibətimizə də toxunaq. Türk dünyası deyəndə ağla Azərbaycan, təbii ki, Türkiyə gəlir və Şuşada keçirilən qeyri-rəsmi zirvə toplantısı bundan sonraki Budapeştdə olacaq. Və bu zirvə toplantısında, misal üçün forumdan sonra Prezident Ərsin Tatar Azərbaycan Respublikası Prezidentinə təşəkkürünü bildirdi və onların tərəfini, ədalətli tərəfini tutduğu üçün bir daha Azərbaycan xalqına, Azərbaycan Prezidentinə təşəkkür etdiyini qeyd elədi və vurğuladı ki, bizi Şuşadakı zirvə toplantısına dəvət etmək və bizim orada iştirak etməyimiz, bayrağımızın dalğalanması bizim üçün çox vacib idi. Bax, bu məqamda Azərbaycanın Türk dünyası ilə ki, yeri gəlmişkən sizin də olduğunuz inaugurasiya mərasimində dövlət başçısı vurğulamışdı ki, bizim ailəmiz Türk dünyasıdır və bizim başqa ailəmiz yoxdur. Bu sözlərin biz təsdiqini bu forumda da gördük. Bəli, bu Azərbaycan dövlətinin siyasi prioritetləri sırasındadır və deyərdim ki, hətta yeni dövrdə, yəni Vətən müharibəsindən sonraki dövrdə Azərbaycanın milli ideologiyasına çevrilməkdədir. Çünki Türk dövlətlərinin birliyi həm bütün Türk xalqları üçün, həm Avrasiya üçün, həm də bütövlükdə dünyanın təhlükəsizliyi üçün hesab edirəm ki, zəruridir. Və bu baxımdan Kıbrıs türkləri də Türk dünyasının vacib bir segmentidir, bir parçasıdır və biz görürük ki, artıq 50 ilə yaxındır ki, onların hüquqları tapdalanır, onların
tarixən yaşadıkları, məskunlaşdıkları, yüzillərlə məskunlaşdıkları adada onların hüquqları pozulur, onları oradan sıkışdırıb çıxarmaq siyasəti aparılırdı. 50-ci illərdən başlanmış bu siyasət 60-cı, 70-ci illərdə qarşı durmalara gətirib çıxartdı. 73-cü ildə orada barış hərəkatı baş verdi, 74-cü ildə. Daha sonra 83-cü ildə nəhayət Şimali Kipr Türk Respublikası özünün respublika kimi elan etdi. Buna baxmayaraq nə Yunanistan, nə Kipr Respublikasının cənub hissəsi, nə də Dünya Birliyi Şimali Kipr türklərinin müstəqilliyini tanımayıblar. Bu, həmin adada yaşayan türklərə qarşı ədalətsizlikdir. 600 ildən çox həmin adada yaşamış insanlara bugün adanın vətəndaşı statusu verməkdən belə imtina olunur. Və bütün bunun ən bariz nümunəsini, Avropa siyasətinin ikiyüzlülüyünü və ədalətsizliyini biz 2004-cü ildə Kofi Annan planı üzrə keçirilən referendumun nəticələrindən sonra gördük. Baxmayaraq ki, referendumda Şimali Kipr türkləri birgə yaşayışa səs vermişlər. Buna baxmayaraq Cənubi Kipr türkləri Avropa İttifaqına qəbul olundu, Şimali Kipr türkləri isə qəbul olunmadı. Bundan əlavə də bir kütlə erməninin də müstəqilliyi uğrunda Avropalılar mübarizə aparırlar, ikili standartlar sərgiləyir. Bəli, burada sırf xristiyanlıq nöqteyi nəzərindən yanaşmanı biz görürük. Türkiyəyə münasibət, Şimali Kipr türklərinə qarşı münasibət, Azərbaycana qarşı münasibət demək olar ki, eynidir. Tamamilə həm Avropa İttifaqı tərəfindən, həm ayrı-ayrı dövlətlər tərəfindən. Və ona görə də bir halda ki, fərqi yoxdur, sən Azərbaycan türküsən, Türkiyə türküsən, ya Kipr türküsən, Mərkəzi Asiya türküsən, hamıya qarşı münasibət eynisə, deməli biz eyni siyasətdən çıxış eləməliyik. Və bunu Cənab Prezident ona verilən sualda açıq-aşkar ifadə etdi və bildirdi ki, biz Şimali Kipr türklərinin yanındayıq, onların hüquqlarının müdafiəsində dururuq və bunu nəinki dedi, eyni zamanda bugünə qədər də Azərbaycan dövləti, Prezident İlham Əliyev bunu öz siyasətində təsdiq edib. İlk dəfə Şimali Kipr Türk Respublikasının prezidenti Azərbaycanda keçirilən Şuşa zirvə görüşündə təmsil olundu rəsmi şəkildə və eyni zamanda Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olundu. Və demək ki, Azərbaycan təkcə Azərbaycan türklərinin deyil, bütövlükdə türk dünyasının problemlərini də öz gündəliyində saxlayan bir dövlətdir. Əslində tarixən də dünya türklüyünün ən qlobal, vacib problemlərinin qaldırılması, onlar haqqında ideologiyanın hazırlanması və irəli sürülməsi Azərbaycandan başlayıb. Yəni keçən əsrlərdə də Azərbaycanda böyük türkçülər yaşayıb, onlar bütün türk dünyasının vahid siyasi platformadan çıxış etməsi uğrunda çalışıblar və bugün də biz buna çalışırıq. Azərbaycan dövləti olaraq, Azərbaycan dövləti də dünya türklərinin vahid siyasi platformadan çıxış edərək dünyada yaşayan bütün türklərin hüquqlarının eyni dərəcədə qorunmalı olmasının tərəfdarıdır. Cavanşir müəllim, çox sağ olun və Prezident İlham Əliyevin regionun uzaqgörən lideri olmasını mən əminəm ki, burada əyləşən nümayəndə heyətdə daxil olmaqla hər kəs bilir və elə bunun nəticəsində səhv etmirəmsə Gürcüstandan olan təmsilçi vurğulamışdı ki, Gürcüstanla olan münasibətlərə necə baxırsınız burada gedən proseslərə və belə bir sual ünvanlamışdı. Sualın əvvəlində də belə bir cümlə var idi ki, regionun uzaq görən siyasətçisi olaraq. Bizim vaxtımız artıq biz ayrılan vaxt bitdi. Cavanşir müəllim, təşəkkür edirəm. Çox sağ olun sualları cavablandırdığınız üçün və vurğulayaq ki, millət vəkili Cavanşir Feyziyev idi bizim qonağımız. Biz onunla birlikdə ADA Universitetində keçirilən siyasi forumdan və yeni dünya gündəliyindən və bu forumda Prezident İlham Əliyevin çıxışından bir sıra vacib ona ünvanlanan suallara konkret cavab verməsinə və heç bir sualdan yayınmayaraq Azərbaycanın xarici siyasətini, daxili siyasətini Bakı platformasından bir daha dünya ictimaiyyətinə çatdırmasından danışdıq.